Müəyyən bir cəmiyyət var ki, onlar haqq üçün zərrə qədər iş görməyiblər. Onlar həmişə haqqın kölgəsində davranıblar. Onlar bu dini həyatlarında zərrə qədər çətinlik yaşamayıblar. Nə tənqid olunublar, nə məsxərə olunublar. Həzrət Əli əleyhissalamın dövründə bu kimi bunlar dindarlar idi, bunlar namaz qılanlar idi, yəni müsəlman cəmiyyətidir. Amma bunlar heç vaxt din üçün həyatlarından bir parça belə ayırmamışdılar. Ona görə də Həzrət Əli əleyhissalamı başa düşməkləri qeyri-mümkün idi. Amma Həzrət Əli əleyhissalam isə şəxsi haqqı olan, zərrə qədər sorğu-suala çəkilməyəcək işləri ki var idi, bunları da özündən qoparıb dinə qurban verən adam idi. Bunlar əslində narazı olduqları bir xəlifəni öldürüb, özləri də bilmədən bundan da radikalını özləri üçün təyin edə bilərdilər bu təhlükəni yaşasaydılar. Böylədilər də. Burada bir, belə deyək, özlərinə zülm edən kimi görən bir xəlifəni öldürdülər. Radikal cəryanlar başladı yaranmağa. Nəhrəvanlılar, xəvariclər, bunlar xeyir əldə eləmək istəyirdilər. Sonra nə olacağı düşünə bilməyən adamlar idi. Çünki bunlar bu xəlifəni gündüz yola salırdılar ki, axşam yağlı yemək yesinlər. Amma bunların evladları, bunların nəvələri, bunların nəticələri və İslam cəmiyyəti gələcək günlərini necə yaşayacaq, onlar onu görə bilmirdilər. Bunların bu addımlarından Həzrət Əli əleyhissalamı Allah düşməni bilən cəryanlar yarandı.